Salam şagirdlər. Bu günlərim sizlərlə 8 və 9-cu siniflər üçün olan sınağın izahına baxasıyıq. Hansı ki 14 dekabr 2025-ci il tarixində Turan Tədris Mərkəzində keçirilmiş sınağın izahıdır. Başladıq. İlk sualımız 57 nömrəli sualdır. Nə deyir deməli bu sualda bizə? Diaqramda mürəkkəb ədədin sadə vurğuları və onların sayı verilmişdir. Hansı sadə vurğular var burada? 3 və 7 sadə vurğuları. 3 sadə vurğundan neçə dənədir? 5 dənə. Baxırıq 7 sadə vurğu neçəyə qədər qalxıb diaqramımız 2-yə qədər. 7-dən də 2 dənə. Bizdə nə deyir? Bu ədədin deyir, natural bölənlərinin sayını tap. Əgər A mürəkkəb ədədi A üstü n vur B üstü m vur C üstü K şəklində vurğularına ayrılıbsa, natural bölənlərin sayını taparkən qüvvət üsləri bir-bir vahid artırıb vururuq. Yəni n topla 1, vur m topla 1, vur k topla 1 şəklində. İndi bizim ədədimizdə müxtəlif sadə vurğular 3 və 7-dir. Deməli, A-nın yerində 3 durub, B-nin yerində 7. Davamı bizi maraqlandırmır. Sadəcə üstləri bir-bir artırıb vurmalıyıq. Yəni olur 5 topla 1, vurulsun 2 topla 1. 5 topla 1'imiz 6, vurulsun 2 topla 1'imiz 3. 6 vur 3'ten cevabımız 18. Doğru cevap B variantı. İndi digər sualımıza baxırıq. Digər sualımızda A topla B bölü 7 bərabərdir. A çıx B bölü 2 olarsa A bölü B nisbətini tapın. Tənasübdür. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 2 vurulsun A topla B bərabərdir. 7 vurulsun A çıxılsın B-yə. 2-ni A topla B-yə vurub açsaq nə olar? 2A üstə gəl 2B bərabərdir. 7A çıxılsın 7B-yə. Buradan A'ları bir tərəfə, B'ləri də bərabərliyin digər tərəfinə yığası olsaq 9B bərabərdir 5A. Hər kəs qarşısındakının əmsalı ilə mütənasibdir. Deməli, A'mız buradan tapmış oluruq 9K'ya bərabərdir, B'miz də 5K'ya. Bizdən də A bölü B nisbətini istəyir. Tərəf-tərəfə bölsək, K'lar ixtisar getdi. Cavabımız 9 bölü 5. Yəni 5'də 9. Cavab A variantı. İndi 59 nömrəli sualın izahına baxırıq. Ədədini standart şəkildə yazılışında qiymətli hissənin tərtibinə olan nisbətini tapın. Deməli, qiymətli hissəni bölürük nəyə? Tərtibə. Bölü tərtib. Deməli, əvvəlcə bu ədədi standart şəklə gətirək. Nə idi ədədin standart şəkli? A mürəkkəb ədədinin A vurulsun 10 üzəri n şəklində yazılışına ədədin standart şəkildə yazılışı deyilirdi. Burada hansı ki n daxil idi tam ədədlər çoxluğuna, yəni bizim n-imiz tam ədədlər çoxluğunun elementi olmalıdır. A da qiymətli hissə üçün şərtimiz böyük bərabər olmalıydı 1-dən, kiçikdir 10-dan. Deməli, bizim ədədimiz A-mız 1 ilə 10 arasında yerləşməsi üçün mən bu ədədi nəyə bölməliyəm ki, vergül yəni hara gəlməlidir? Bu 1-in sağına. 1-in sağına gəlməsi üçün mən bu ədədi neçəyə bölməliyəm? Nəyə bölürəmsə, həmin ədədə vuracam. 10 üstü 1-ə bölsəm 1 vahid. 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, bu ədədi əvvəlcə biz 10 üstü 9-a bölməliyik. 10 üstü 9-a böləndə 1 tam %35 olur. Vurulsun, yenidən 10 üstü 9-a vurdum. Deməli, bu bizim qiymətli hissəmiz 1 tam %35, tərtibimiz də nədir? 9. Deməli, bunu buna bölməliyik. 1 tam %35'i bölməliyəm 9 tama. Vergüldən sağdakı rəqəmlərin sayını eyniləşdirdim. 2 sıfır əlavə elədim, yəni. 135'i böldük 900'ə. 9'a ixtisar eləsək, qaldı burada 100. 135 də rəqəmləri cəmi 9 olduğuna görə 9'a bölünür. 9'a böldüm, elədi 15. %15. Cavabımız oldu D variantı. Keçid edirik növbəti suala. Yəni 60 nömrəli sual. 60 nömrəli sualda nə deyir bizə? Deyir ki,
Kök 33 çıx 5 ədədinin kəsr hissəsini tapın. Uşaqlar, bir ədədin kəsr hissəsini taparkən özündən tamını çıxmaq lazımdır. Yaxşı, hardan bilək ki, bu ədədin tamı neçədir? Kök 33-ə təqribən qiymət verirəm. 5 ilə 6 arasında yerləşdiyinə görə 5,5 deyək, misal üçün atıram. 5,5-dən 5-i çıxdıqda nə elədi burada? 0,5. Deməli, bu 0,5 ədədinin kəsr hissəsini tapmağa çalışarkən nə etməliyik? Bundan tamını çıxmalıyıq da. Və bu ədədin tamı bildiyimiz kimi nəyə bərabərdir? 0-a. Hansı ki, özündən böyük olmayan ən böyük tam ədəd. Yəni, mən bu ədəddən elə 0-ı çıxmalıyam. Çünki tam hissəsi 0 gəldi də. Kök 33 çıx 5-dən 0 çıxdıqda elə cavabımız olacaq kök 33 çıxılsın 5. Yəni, hansı ki, S bəndi. Doğru cavab oldu burada. Hansı variant? S variantı. Keçid edirik növbəti suala. Növbəti sual. Deyir ki, verilən kəsrin məxrəcini irrasionallıqdan azad edin. Nə etmək lazımdır? Məxrəcin qoşmasına vururuq. 40 çıx kök 40 çıx 2-nin qoşması kök 40 üstəgəl 2 olacaq. Məxrəci vurdumsa, kəsrin əsas xassəsi pozulmasın deyə sürəti də həmin ədədə vururuq. Yəni, sürətdə hansı ki olur? 6 vurulsun. Kök altında 40 topla 2. Məxrəcdə isə olur kvadratların fərqinin açılışıdır. Kök 40-ın kvadratı çıxılsın 2-nin kvadratı deməkdir. Yəni, kök 40-ın kvadratı çıx 2-nin kvadratı. Kvadratla kvadrat kökümüz getdi. Kök 40-ın kvadratı elədi 40. 2-nin kvadratı da 4. 40-dan 4'ü çıxdıq. Məxrəcimiz oldu 36. Burada da 36 ilə 6-nı ixtisar eləsək. 1 bura, 6 bura. Yəni, cavabımız kök 40 üstə gəldi. 2 bölünsün 6. Hansı variantdadır? Doğru cavab A variantı. 62 nömrəli suala baxırıq. Kvadrat 3 ədlisini vuruqlarına ayırın. Şunlar, biz kvadrat 3 ədlini vuruqlara ayırarkən orta əddi parçalamaq üsulu daha səmərəli üsuldur burada. Elə M və N ədədləri axtarırıq ki, M toplayın bərabər olsun B-yə, yəni B-miz neçədir? -9. Elə M vur N ədədləri axtarıram ki, M vur N də A vur S hasilinə bərabər olsun. A-mız 2-dir, S-miz də -5-dir. 2-ni -5-ə vurduq, -10. İndi tapaq görək. Vuranda -10 eləsin, toplayanda -9. -10-la təbii ki, neçədir? Müsbət 1. Deməli, biz orta həddi necə parçalamalıyıq? -10-a üstəgəl 1A kimi. Yəni, olur ifadəmiz 2A-nın kvadratı çıx 10-a, üstəgəl 1A, yazıram bu 1-i də, çıxılsın 5. İndi qruplaşdırma üsulundan istifadə edərək vuruqlarını ayırsaq. İlk ikisindən 2A-nı çıxartdım mötərizə xaricinə. Nə qaldı burada? A-5. Digərindən də 1-i mötərizə xaricinə çıxarsaq, nə qaldı? A-5. İndi ortaq vuruqlarımız A-5-dir. Bir daha A-5 vuruğunu mötərizə xaricinə çıxarırıq. Vuruqlarımızdan birisi olur A-5. Digəri də olur. Nə olur? Burada nə qaldı? 2A, burada da müsbət 1. Yəni 2A üstəgəl 1 şəklində. Cavabımız 2A topla 1 vurulsun A çıx 5. Hansı variantdadır? Y bəndi. 2A topla 1 vuru A-5. Keçid edirik indi də digər sualımıza. Digər sualımız həndəsə bölməsinə aid sualdır. Həndəsənin əsas anlayışları A və B paralel düz xətləri verilib. Bizdən nə istəyir? X və Y-i tapın deyir. Aha, tapaq. Deməli, burada daxili bir tərəfli bucaqların xassələrinə görə daxili bir tərəfli bucaqların cəmi neçə dərəcə eləməli idi? 180. Burası 120-dirsə X-imiz 60 dərəcə oldu. Burada da bir daxili bir tərəfli bucaqlar var. Yəni, bura 140-dırsa, buradakı bucağa 40 dərəcə qaldı. Bu üçünün cəmi də 180 eləməsi üçün Y-imiz də oldu buradan 80 dərəcə. Yəni, X-imiz 60, Y-imiz isə neçə? 80. Cavab oldu C variantı. Keçdik digər sualımıza. Deməli, iki ifadənin kvadratları cəmi 0-dır. Bizdən də nə istəyir? A vurulsun B. Vurma yazmaq istəyirlər burada. A vuru B-ni tapın. Şöyle, iki ifadənin kvadratları cəmi. Bir ədədin kvadratını ala biləcəyi ən kiçik qiymət 0-dır. Digər ədədin də kvadratını ala biləcəyi ən kiçik qiymət 0-dır. Yalnız bu ədədlər ən kiçik qiymətlərini aldıqda bu cəm 0-a bərabər ola bilər. Bunun üçün birinci qüvvətin əsası, yəni A çıx 5 0-a bərabər olmalıdır. Biz buradan A-nı 5 olaraq tapmış oluruq.
İkinci qüvvətin əsası da B topla 7 sıfıra bərabər olması üçün B-ni də -7 olaraq tapmış olduq. Buradan A-nı da B-yə vursaq 5 vur -7-dən cavabımız oldu -35. Digər suala keçid edirik. Digər sual üçbucaqlar bölməsinə aid bir sualdır. Deməli, düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən hipotenusa endirilən hündürlük 3-dür. AC hipotenusunu tapmalıyıq. 3-dürsə, bura 5-dirsə, burada da bir düzbucaqlı üçbucaq var da. Buradan bura qədər olan, buradakı məsafəyə hansı ki D nöqtəsi desəm, AD məsafəsini taparkən 5-in kvadratından 3-ün kvadratını çıxıb kvadrat kökünü almalıyıq. 5-in kvadratı 25, 3-ün kvadratı da 9. 25-dən 9 çıxdıq 16. Hansı ədədin kvadratı 16 eləyər? Təbii ki, mənfi olmayan 4 ədədinin. Burada yaxşı, DC-ni necə tapacağım? DC-yə x dedim. Hansı ki bizim bir düsturumuz var idi. Evklid teoremindən h kvadratı bərabərdir m vur n. Hündürlüyün kvadratı bərabərdir katetlərin hipotenus üzərindəki proyeksiyalarının hasilinə. Yəni 3-ün kvadratı bərabərdir 4 vurulsun x-dan. X bərabərdir 9 böl 4. Bu da elədi 2 tam 4-də 1 və yaxud da 2 tam %25 olaraq yazmaq olar. X-imiz 2 tam %25. %25. Bizdən də AC-ni istəyir. Bunun üçün də 4 ilə 2 tam %25'i toplayırıq. Cavabımız gəldi buradan 6 tam %25. Cavab B bəndi. İndi də növbəti suala keçid edirik. Deyir ki, malın qiyməti əvvəlcə 40% bahalaşdı. Şunlar, bu tipli suallarda malın qiymətinə özümüzdən qiymət verək. Faiz məsələlərində yaxşı olar ki, 100 qiymətini verək. Malın qiyməti olsun tutalım ki 100 manat və yaxud da 100x manat da deyə bilərik. Amma 100 ilə deyək ki, işimizə yarayır bu. Əvvəlcə deyir 40% bahalaşdı. 100 idi. Bahalaşdı oldu neçə manat? 40% bahalaşsa. Yəni 100-ün üzərinə 100-ün 40% olan 40 ədədini əlavə edelim. 140. Sonra uşaqlar bu 140 ədədi, yəni 100 üstə gəl, 100 vurulsun 40, bölünsün 100. Cavabımız elədi buradan 140. Sonra bu 140 ədədi də deyir 50% ucuzlaşdı sonradan. 50% ucuzlaşması üçün mən artıq bu 140-dan 100-ün 50%-ni çıxmayacağım. Hansı ki bu indiki, hazırki qiymətin 50%-ni çıxacağım. 140-ın 50%-də 140-ı 50-yə vurub 100-ə böldük. 0 ilə 0, 0 ilə 0. 14 dəfə 5, 70. 140-dan 70-i çıxdıq, 70. Malın qiyməti yekunda oldu 70 manat. Başda 100 manat idi, sonda isə oldu 70 manat. Əgər 100 ədədi 100%-ə uyğundursa, 70 ədədi də 70%-ə uyğundur. Yəni 100%-dən 70%-ə düşüb. Malın ilkin qiyməti deməli burada neçə faiz azalmış olur? Bunun üçün 100-dən 70-i çıxdıq. Cavabımız elədi 30%. Digər suala keçid edirik. Üçbucağın tərəfləri 5, 6 və 7 santimetrdir. Çəkək bu üçbucağı. Böyük tərəfində çəkilmiş medianın uzunluğunu istəyir. Bu sual bizdən. Olsun A, B, C. AB 5, BC 6, AC'mizdə 7 olsun. Bu tərəfə çəkilən medianın uzunluğu M desək buna, M desək. Yarıya bölür medianın xassəsi. M nəyə bərabər? M bərabərdir. Bura A tərəfi olsun, bura B tərəfi olsun, burada C tərəfi olsun. A tərəfində çəkilən medianın da indeksinə A yazırıq, yəni MA. MA bərabərdir. 2'də 1 vurulsun kökün altında. 2 dənə B-nin kvadratı, çıx, topla 2 dənə C-nin kvadratı, çıxılsın medianın çəkildiyi tərəfin kvadratı. Burada 2 yoxdur artıq. Bərabərdir, bərabərdir. Yazıram, 2'də 1 vurulsun kökün altında. 2 vur, B-miz 5'dir, 5'in kvadratı 25, üstə gəl. 2 vurulsun, C-miz 6'dır, 6'nın kvadratı 36, çıx 7'nin kvadratı da elədi 49. Buradan hesablayıram, yəni 2'də 1 vurulsun, 2'ni 25'e vurduq 50. Üstə gəl, 2'ni 36'ya vurduq 72, buradan da 49'u çıxırıq. 72'dən 49 çıxartsaq, neçə edir deməli 72'dən 49 çıxanda 23. Üstünə də 50 gəldim 73. Yəni 2'də 1 vurulsun kök altında 73 və yaxud da kök 73 bölü 2. Cavabımız oldu Y variantı. Digər suala keçid edirik. 68 nömrəli sual. Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 720 dərəcə olarsa bir təpədən çıxan diagonalların sayı.
Şöyle düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun. N çıx 2 düsturu ilə tapılır. 180 vur N çıx 2. Bərabərdir nəyə? 720'ye. Hər tərəfi 180'a bölsəm 4 qaldı. N-2'miz 4'dürsə, onda N'i biz buradan neçə tapdıq? 6. Deməli bu bizim düzgün çoxbucaqlımız düzgün 6 bucaqlıymış. Bir təpədən çıxan diaqonalların sayı. Bir təpədən çıxan diaqonalların sayı düsturu da N-3 ilə tapılır. Yəni 6 minus 3. 6'dan 3'ü çıxartdıq. Doğru cavabımız oldu 3. Yəni Y bəndi. Sonra digər suala keçid elədik. Digər sualımız deməli hansı bölməyə aiddir? Müxtəsər vurma düsturları çox hədlinin vuruqlara ayrılması. Yəni A topla B-nin kvadratı 11, AB 2 olarsa A çıx B-nin kvadratını tapın. Deməli A topla B-nin kvadratı 11'dir. A topla B-nin ötərizə kvadratı 11'dir. A vurulsun B-də. A vurub B bərabərdir 2 olarsa A minus B'nin kvadratını tapın deyir. Şöyle belə bir düsturumuz var. A çıx B'nin kvadratı bərabərdir. A topla B'nin kvadratı çıxılsın 4 dənə AB. Yəni burada mənfi 2AB var. Burada müsbət 2AB var. Əlavə olaraq bundan fərqli olaraq. Müsbət 2AB-dən də 4AB-ni çıxanda elə mənfi 2AB-ni vermiş olur bizə. A topla B'nin kvadratı 11'dir. Çıxılsın 4 vur 2. 4'də 2'yə vurdum 8. 11'dən 8'i çıxartdıq. Doğru cavab 3. Yəni A variantı. Keçid edirik digər suala. A çıx B bərabərdir 1 olarsa, Əkob AB çıx Əbob AB-ni tapın. Təbii ki, burada A və B natural ədədlərdir və fərqi nəyə bərabərdir? 1-ə. Deməli, necə ədədlərin fərqi 1 olar? Ardıcıl ədədlərin. Ardıcıl ədədlər də bir-biri ilə qarşılıqlı sadə olur. Demişik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni A vur B-yə. Əbobi isə nəyə bərabərdir? 1-ə. Cavabımız da olacaq AB çıxılsın, arada çıxmadı, çıxılsın 1. Cavab oldu D bəndi. Növbəti sual 71 nömrəli sualdır. Tərəfi 24 kökdə 3 olan bərabər tərəfli 3 bucağın, yəni tərəf A bərabərdir 24 kökdə 3. Tən bölənini tapın. Tən böləndir, mediandır, hündürlükdür. Bərabər tərəfli 3 bucaqda hər üç hündürlük, həm median, həm də tən böləndir. Yəni hündürlüyü tapmalıyıq. Xaşımla düsturu A kök altında 3 bölü 2. Yəni 24 kökdə 3 A'mız vurulsun kökdə 3 bölünsün 2. 2 ilə 24 ixtisar getdi 12. Kökçü kökçə vurduq 3. 12'ni 3'ə vurduq. Doğru cavab C bəndi. Yəni 36. Növbəti suala baxırıq. Növbəti sualımız çoxluqlar bölməsinə aiddir. NA çıx B 5, MB çıxa 6, NA birləşmə B 18 olarsa, NA kəsişmə B-ni tapın. Şöyle NA birləşmə B-nin düsturu var. Nəyə bərabərdir? NA topla NB çıx NA kəsişmə B. Amma burada o düsturdan istifadə etməyəsik, digərindən istifadə edəsik. Hansıdır o? NA çıx B, üstə gəl NB çıxa, üstə gəlsin NA kəsişmə B. Hansı ki bu düsturdan. Burada NA birləşmə B-miz verilib 18 bərabərdir. 5 üstə gəl. A çıx B-miz 5 dənə element var burada. B çıxada 6 dənə element var. 5 topla 6. Üstə gəl. Buranı da bilmirəm. Elə onu tapmalıyım. Burada bir x deyək. X olsun bura. İndi 5 ilə 6'nı topladım. 11. 11 topla x 18'dən. X'imizi də buradan neçə olaraq tapdıq? 7. Deməli doğru cavab burada nəyə bərabər oldu 72-ci sualda? 7-yə. Keçid edirik növbəti suala. 73 nömrəli sualdır. Kvadrat köklər mövzusuna aiddir. Deməli kökün altında 4 minus kökdə 17'nin kvadratı. Əgər demişik ki, radikalın dərəcəsi ilə kökün altındakı ifadənin dərəcələri eyni olduqda və bu ədədlər cütdürsə, kökün altındakı ifadədən onun modulu çıxır. Yəni 4 minus kökdə 17'nin nəyi? Modulu. Üstə gəl. Digər ifadədən də 5 minus kökdə 17'nin modulu çıxasıdır. İndi ilk ədədimiz 4 çıx kök 17. Sizcə mənfi mədəddir yoxsa müsbət mədəddir? Necə təyin edə bilərik bunu? 4'ü kökün altına salaraq 4 kökün altına girdikdə neçə kimi girir? 16. Çıx kök 17. Kökdə 16'dan kökdə 17 çıxıramsa, yəni kiçik ədəddən böyük ədəd çıxıramsa, işarəsi olur buranın mənfi. Keçdik növbəti modula. 5 var burada. 5 kök altda 25'dir. Kök altda 25'dən kök
17-ni çıxdıqda da işarəsi nə olacaq? Müsbət. Birinci moduldan əksi çıxır. Yəni 4 çıx kökdə 17-nin əksi. -4 topla kökdə 17. Digər modulda olduğu kimi açılır. Qarşıdakı işarə də müsbətdir. Heç bir təsiri yoxdur. İşarələr olduğu kimi qalır. 5 çıxılsın kökdə 17. Kökdə 17-lər getdi. -4 üstə gəl 5-dən. Cavabımız oldu müsbət 1. İndi belə bir sual. Deməli, bu sualda nə deyir bizə? Şəkli kənara çəkəcəm. Bura yerləşmədi. Belə bir şəklimiz var. Buradan bura bir perpendikulyar endirilib. Və o perpendikulyar buranı yarı-yarıya bölüb. Hardan bilirəm? 4-ə 4 verilir. Bu hissəsi də 5-dir. Deməli, əgər ki, bu hündürlükdür. Hündürlük eyni zamanda mediandır. Hansı üçbucaqda hündürlük həm median, həm də tənbölün olur? Bərabər yanlı üçbucaqda. Deməli, buradakı üçbucağımız olur bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq. Yəni, bu tərəf 5-dirsə, bu hissəsi də nəyə bərabər olacaq? 5-ə. Və yaxud da bunu belə tapmalıyıq. Buradan biz h-ı taparıq. H nəyə bərabərdir? 5-in kvadratından 4-ün kvadratını çıxdı. 5-in kvadratı, h kvadratı bərabərdir. 5-in kvadratı çıxılsın 4-ün kvadratı. H kvadratı bərabərdir 9-dan. H-ımız neçəyə bərabər oldu? 3. Buradakı üçbucaq da düzbucaqlı üçbucaqdır. Katetləri 3 və 4. Deməli, hipotenusda yenə neçə olasıdır? 5. Bizdən də nəyi istəyirdi bu sual? CD uzunluğunu istəyirdi. CD uzunluğumuz deməli budur tapmışıq. Nəyə bərabər oldu? 5-ə. Keçid edirik digər suala. 74 nömrəli sual. Kvadrat köklər mövzusuna aid rahat bir sualdır. Ən içəridəki kökdən başlayırıq. Ən içəridə nə görürük? Kökün altında 4. Neçə çıxdı bundan? 2. Sonra 7 ilə bu 2-ni topladıq. 9. Hansı ki kök altında 9-dan da 3 çıxastı. Ən sonunda da 13 ilə 3-ü toplayacağım. Eləyəsi 16. Yəni kökün altında. Buradan da neçə çıxdı? 4. Deməli doğru cavabımız oldu. Nəyə bərabər? 4-ə bərabər olmuş oldu doğru cavabımız. Keçid edirik digər suala. Diagonalları 6 və 8 olan rombun perimetrini tapın. Rombda belə bir düstur var. D1-in kvadratı üstə gəl D2-nin kvadratı bərabərdir 4 dənə A-nın kvadratına. Yəni 6-nın kvadratı üstə gəl 8-in kvadratı bərabərdir 4A kvadratına. 4A kvadratı bərabərdir 100-dən. A kvadratını 100-ü 4-ə bölərək 25 olaraq tapdıq. A-mız da buradan nəyə bərabər oldu? 5-ə. Rombunda bütün tərəfləri bərabərdir. 4 bərabər tərəfi var. Hər biri də 5-ə bərabər oldu. Yəni 5-i 4-ə vuraraq da tapmaq olar. 5 vuru 4-dən perimetri düsturu 4A-dır. 4 vuru 5-dən cavabımız oldu 20. 76-cı sualda doğru cavabımız 20-yə bərabər oldu. Sonra keçid edirik 77 nömrəli suala. Deməli, burada 21 ilə 42-nin əkobunu 21 ilə 42-nin əbobuna vurmalıyıq. Düsturumuz var. Əbob AB vurulsun əkob AB. Əbob AB vurulsun əkob AB. Bərabərdir A vur B uzatmadan. Yəni əkob 21-42 vur. Əbob 21-42 bərabər olacaq 21 vurulsun 42-yə. İndi 42-ni də 21-ə vursaq, vuraq. 1 vur 2, 2, 1 vur 4, 4. 2 vur 2, 4. 2 vur 4-də 8. Topladıq. 2, 8, 8. Cavabımız elədir 882. 77-də cavab 882. Keçid edirik indi 73-cü suala. Ədədləri artan sıra ilə düzün. Yəni kvadrat köklərə aid bir sualdır. 3 kökün altına neçə kimi girər? 9 kimi. İçəridə də nə var? 5. 9-u 5-ə vurduq. Deməli, birinci ədədimiz kökdə 45. İkinci ədədimiz 2-dir. Kökün altına neçə kimi girəsdir? 4 kimi. 4-ü də 8-ə vurduq. İkinci ədəd oldu kök altı 32. Üçüncü ədədimiz də 6-dır. Kökün altına girəndə olur neçə? 36. Artan sıra ilə düzün. Artan sıra ilə demək uşaqlar. Yəni kiçikdən böyüyə doğru düzün deməkdir. Ən kiçik ədədimiz budur. Kökdə 32. Yəni 2 kök 8. Sonra digər ədədimiz gəlir. Hansı ki kökdə 36. Yəni neçədir? Qarşılığı 6. 6-dan sonra da ən böyüyü 3 kökdə 5 olmuş olacaq. Budur. Artan sıra ilə düzdük. Yəni kiçik ədəddən böyük ədədə doğru düzmüş olduq. 79-cu suala keçid edirik. 350 ədədi 1/2/4 nisbətində bölünmüşdür. Ədədlərdən kiçiyini tapın. Birinci hissəyə 1K deyirəm. İkinci hissəmiz 2K. Üçüncü hissəmizdə 4K olar. Bu ədədlərin cəmi bərabərdir 350-yə. Cəmlədim neçə K elədi? 7K. 350-dən
K'mız nəyə bərabər oldu? 50'ye. Bu ədədlərdən kiçiyini tapın. Kiçiyi elə 1K'dır. Yəni doğru cavabımız 50 olmuş olacaq. Keçid edirik indi 80 nömrəli suala. Bir hədlisinin qüvvəti ilə əmsalının cəmini tapın. Əvvəlcə bir hədlini kuba yüksəltməliyik. Kuba yüksəldək. Mənfinin kubu yenə mənfi edir. 2-də 1'in kubu. 2-də 1'i 3 dəfə öz-özünə vursam. 8-də 1. X kvadratının kubu. Qüvvət qüvvətə yüksəldilərkən üstlər vurulur. X üstü 6. Vur Y-in kubu. Bir hədlisinin əmsalı. Əmsalı neçə oldu uşaqlar? Qarşıdakı ədədi vuruq. Mənfi 8-də 1. Qüvvəti də dəyişənlərin üstlərinin cəminə bir hədlinin qüvvəti deyilir. 6 ilə 3'ü topladıq 9. Bunların da cəmini tapın. Yəni 9'dan 8'də 1'i çıxmalıyıq. 9'un da tamından 1 vahid götürsəm və o 1 tamın yerinə 8'də 8 yazsam. 8 tam 8'də 8'dən 8'də 1'i çıxdıq. Cavabımız elədir 8 tam 8'də 7. Deməli sonuncu suala baxırıq. İndi də 81 nömrəli sual. ABC 3 bucağında. Çəkək ABC 3 bucağını. Bucaq C, bucaq A topla 50'ye bərabərdir. Bucaq C bərabərdir. Bucaq A üstəgəlsin nəyə? 50'ye. Davamında nə verilib? Bucaq A'nın bucaq B'ye olan nisbəti 3/4'dür. Bucaq A bölünsün bucaq B. Bərabərdir. Hansı nisbətdədir? 3/4 nisbətində. Sonda bizə nə deyir? Bucaq C çıx, bucaq B fərqini tapmalıyıq. Bucaq C çıxılsın, bucaq B'ni tapmalıyıq. Aha, tapaq indi. Görək necə tapasıyıqsa. Əvvəla 3 bucağımızı çəkək. Yazıram A, B, C. İndi bucaq A'ya alfa, bucaq B'ye beta, bucaq C'ye də gamma desəm. Gamma. İndi nə olacaq deməli burada? Bucaq C'miz, yəni gamma bərabərdir. Bucaq A topla 50. Yəni alfa topla 50 dərəcə. Bucaq A'nın bucaq B'ye nisbəti 3/4 nisbətindədir. Yəni mən burada bucaq A'ya 3K desəm, bucaq B'miz olur neçə K? 4K. Yəni alfamız oldu buradan 3K. Betamız oldu 4K. Gammamız da alfa üstəgəl 50 idi. Yəni 3K üstəgəlsin nəyə bərabər oldu? 50'ye. İndi bu üçünün cəmi də 180 eləməlidir. 3K üstəgəl 4K üstəgəl 3K topla 50 bərabərdir 180 dərəcə. İndi buradan cavabımız edir neçə K? 10K üstəgəl 50 bərabərdir 180 dərəcəyə. Buradan 10K'mız 130 dərəcədən K'nı 13 dərəcə olaraq tapdıq. Bizdən də nə istəyir? Bucaq C'dən bucaq B'ni çıxmalıyam. Yəni 3K topla 50'dən 3 vur 13 üstəgəl 50'dən 4 vurulsun 13'ü çıxmalıyıq. İndi 3 vur 13 39 üstünə 50 gəldik 89'dan 4 vur 13'ümüz də 52 elədi. Çıxartdıqda 7 bura 3 bura. Cavabımız elədi 37. Əgər bir səhvə yol verməmişəmsə. Deməli bu sınağımızın izahı bu qədər. Gələn sınaqlarda görüşmək ümidi ilə sağ olun.